Önce onu demək istəyirəm ki, kök hüceyrə ümumiyyətlə regenerativ təbabət dediyimiz təbabətin son nailiyyətidir. Regenerativ, yəni bərpa edici təbabət. Və 2019-cu ildən ölkəmizdə artıq kök hüceyrə laboratoriyası vardır. 7 ildir ki, vardır və hüceyrə laboratoriyada hazırlandıqdan sonra cəmi 5 saat ərzində pasiyentə köçürülməlidir. Ona görə də onun ölkəmizdə olması, yəni pasiyentə tətbiq edəcəksə Bakıda bu mütləqdir. Amma digər ölkələrdə, daha öncələr də 2003-cü illərdən artıq vardır dünyada. Deməli, alınma mənbələri çoxdur. Alınma mənbələri dişin pulpasından belə, sümük iliyindən, qandan və s. piy toxumasından. Amma dünyada ən yaxşısı, ən effektiv mezenximal kök hüceyrədir ki, bu da yeni doğulan uşağın göbək bağından alınır. Niyə görə yeni doğulan uşağın göbək bağı? Çünki bu ən gənc hüceyrədir. Doğum anında ana ilə uşaq arasında olan bağ. Ən gənc hüceyrə olduğuna görə böyümə, bölünmə, regenerasiya, yəni nə isə bərpa etməyi çox yüksəkdir. Bizim yaşda, yəni müəyyən yaşda 30 olsun, 50 olsun, 70 olsun, yaşla 0 yaşın hüceyrəsində əlbəttə ki, bu fərq mövcuddur. Və bu mezenximal kök hüceyrədir. Dünyada da ən çox işlənilən budur. Mən özüm də son 5 ildir Türkiyədə eğitimimi aldıqdan sonra mezenximal kök hüceyrə ilə belə deyərdim, məşğulam və ölkəmizə tətbiq edirəm. Və tətbiq etdiyim ilk gündən mezenximal kök hüceyrə tətbiq etmişəm. Çünki eğitim alanda biz hamısını öyrəndik. Yəni qarın piyindən olan da, digərlərdə ümumi eğitim halında. Amma sonra ölkəyə qayıtdıqdan sonra və məntiqlə fikirləşib ən effektlisini araşdırıb gördükdən sonra yalnız və yalnız mezenximal kök hüceyrə tətbiq edirik. Bunu harda tətbiq edirik? Məsələn, estetik kosmetologiyada üz, boyun, dekoltə, əllər və saçlar. Nədir məqsəd? Tüklərin tökülməsinin dayanması, yeni tüklərin çıxması bu saç üçündür. Üz, boyun, dekoltə, əllərdə isə 5-7 il qalıcılığa sahib olması şərti ilə 30 milyon canlı hüceyrə bir dəfəyə köçürülür və daimi 7-24 regenerasiya, bərpa, kollagen stimulyası, fibroblast, bizim gənclik hüceyrələrimizin oyanması, ifraz olunması və bu qaldığı müddətdə insanda daim cavanlaşma gedir. Amma bunun effektini pasiyent, yəni botoks kimi, dolgu kimi, yəni həmən üzündə bir dartılma oldu, bir çox yüksək bir effekt oldu. Xeyr, zamanla, bəli, zamanla. İkinci həftəsindən artıq biz görürük, amma ən pik effekti 6-8-ci aydır. Və 5-7 il qalıcığı olduğu müddətdə daim pasiyentlər yaşıtlarından 10 yaş cavan görünürlər və onlar hər gün oyanıb güzgüyə baxdığında yaşlanmanı yox da daha da gəncləşməni üzərində görürlər. Bəli, bəli, təravətlənməni görürlər. Digər nahiyələrdən, məsələn, bütün oynaq problemlərində diz olsun, bu çanaq olsun, çiyin oynağı olsun və s. Artrit, artroz dediyimiz problemlərdə və dərəcəsindən asılı olaraq birinci, ikinci dərəcədə müraciət edibsə pasiyent nə gözəl, daha tez nəticə alırıq və bir seans yetərli olur. Amma artıq orada qığırdaq 4-cü dərəcənin ağır vəziyyətindədirsə, tamamilə yeyilibsə, olmayan bir şeyi bərpa etmək mümkün deyil. Artıq o xəstə əməliyyatlıq bir xəstədir. Mütləq şəkildə hər zaman pasiyentlərə tövsiyəmiz budur ki, vaxtında həkimə müraciət etmələridir. Və ən gözəl nüansı da bütün orqan və sistemlərin xəstəliyi, məsələn, MS dediyimiz multipol skleroz, dağınıq skleroz, revmatoid artrit, yəni bu autoimmun xəstələr bir ömür hormonal preparatlardan asılı yaşayırlar. Yəni onların zaten bu tibdə sağlaması mümkün olmayan xəstəliklərdir. Amma onların ağırlaşmasının durdurur kök hüceyrə və yaxşılaşma müəyyən qədər olur. Bir pasiyentdə 15% ola bilər, birində 90%. Bu da pasiyentin hazırki bizə müraciət etdiyi durumu və ona neçə seans kök hüceyrə köçürməyimiz bu xəstələrdə artıq vena daxili ilə pasiyentin çəkisinə uyğun köçürülür.